Naxçıvan adını çox adam eşidib, amma Naxçıvanı tanımır. Naxçıvan Məhsulları İstanbulda səhifəsinin izləyiciləri, bəs Naxçıvandayam. Yekun bir video çəkmək istədim. Naxçıvan adını çox adam eşidib, amma Naxçıvanı tanımır. Onun üçün bu videonu çəkmək istədim. Baxın, marağınızı çəksə, şərhlərdə yazın. Məhlə gəzim Naxçıvan. Bura 4 yol dairəsidir. Naxçıvan şəhər 4 yol dairəsi. Bu yol deməli Şahbuza tərəf gedir. Bura Naxçıvan şəhər doğum mərkəzidir. Bəli, o yol Şahbuza gedir. Bu yol Şərura gedir. Bəli, bu 4 yol 9 mərtəbə dedikləri yerdir. Bu da 4 yol ticarətdir. Bu Naxçıvan şəhər Asan Xidmətin binasıdır. Bu Naxçıvan Dövlət Universitetinə qalxan yoldur. Bu da deməli, bax burada nə var? Burada var dəmir yumruq heykəli və belə Naxçıvan 4 yol ticarət mərkəzi. O da doğum mərkəzidir. Naxçıvan şəhər uşaq xəstəxanası. Naxçıvan şəhər şahmat məktəbi. Olimpiya İdman kompleksi Naxçıvan şəhəri. Naxçıvan şəhər üzgüçülük mərkəzi. Burada yeni Naxçıvana gedən yolda, 57-yə gedən yol. İdman kompleksinin üz-üzə hardasa. Hüseyn Cavid məqbərəsi. Bura Nazirlər Kabinetidir. Bura Türk Konsulluğuna gedən yol və Heydər Əliyev Muzeyi. Amma yığıncaq yeridir bura. Kim görüşmək istəyir, kimlənsə deyir ki, müzeyin qabağına gəl. Bax, o müzey bu müzeydir. Və Ali Məclis. Bura Ali Məclisdir bu bina. Bu bina və Kukla Teatrı. Kukla Teatrı yox. Qoy yaxınlaşım. Bura teatrdır. Yazıldığı kimi böyle. Hər yerdə belə velosiped zolağı var. Burada uşaq gənclər yaradıcılıq mərkəzidir Heydər Əliyev adına. Burada uşaq şəhərciyidir. Uşaq şəhərciyi deyilir də, bura Naxçıvanda olan bilir. Şəhərciyin ətrafı dörd bir tərəfi belə su kanalı ilə əhatə olunub. Orada da lotkalar olur, üzürlər. Yolların hər tərəfi bayaqda qeyd elədiyim kimi velosiped zolağı ilə hər tərəfdə, şəhərin hər tərəfi velosiped zolağı var. Təcili tibbi yardımdır bura. Burada Naxçıvan şəhər poliklinikasıdır. Naxçıvan şəhər Respublikanski xəstəxana. Burada bir ticarət mərkəzidir. Binaların hamısı belə səliqəli. Danışmalı nə var ki Naxçıvanda? Naxçıvanda nədən danışa bilərsən? Bura köhnə tarixi hamamdır. Buranı eləyiblər çay evi. Əgər videomu bəyənsəz, gəzəcəm bunların hamısını bir-bir. Girəcəm içinə. Bütün binaların. Bura Türk Konsulluğudur şəhərin mərkəzində. Bura belə bir binadır, 5 mərtəbəli.
Türk konsulluğudur dediyim kimi. Aslanovkalar. Rəssamlar Birliyi. Araz Market. Gözəl yaşıllıq zolaqları var şəhərin içində, mərkəzdə.